Bugünkü dərsimiz Azərbaycan 1917-ci il fevral inqilabı, yəni 2-ci Rus inqilabından sonraki dövrdə. Birinci Dünya müharibəsində zəif olduğu Rusiya imperiyası süquta başladı və zülm altında olan xalqların mübarizəsi sürətləndi. İmperiyanın hakim dairələri siyasi rejimi xilas etmək üçün silahla keçməkdən imtina etdi və 1917-ci il fevralında imperiyanın devrilməsi nəticələnən inqilab baş verdi. Fevral, yəni 2-ci Rus inqilabı nəticəsində Rusiyada monarxiya son qoyuldu, Çar 2-ci Nikolay hakimiyyətdən imtina etdi və Rusiyada iki hakimiyyətlik yarandı. 1917-ci martın 4-də müvəqqəti hökumət və 1917-ci martın 6-sında Fəhlət Deputatlar Soveti yaradıldı. Müvəqqəti hökumətin aşağıdakı iş tələbləri həyata keçirilməsinə baxaq. 1917-ci ilin martın 4-də İctimai Təşkilatların İcarəyə Komitəsi, yəni İDİK yaradıldı. İDİK müvəqqəti hökumətin Bakıda və ya Qazaxda yerli nümayəndəlik orqanları idi. Və 1917-ci martın əvvəllərindən başlayaraq Rusiyada yaşayan bütün vətəndaşların dini və milli zəmində aid seçkiləri qadağan edən bəyannamə elan edildi. Siyasi məhbuslara amnistiya verildi, Qafqaz zanişi ləğv edilərək əvəzində xüsusi Cənubi Qafqaz Komitəsi yaradıldı. Komitənin tərkibində 4-cü Dövlət Dumasının Cənubi Qafqazdan olan nümayəndələri daxil idi və komitənin 4-cülərindən biri isə Azərbaycanı təmsil edən Məmməd Yusif Cəfərov idi. Xalq komissarları xüsusi Cənubi Qafqaz Komitəsi bölgədə güclü siyasi hakimiyyət yaradılması üçün səyləri səmərəli olmadı və baxaq Bakıda İctimai Təşkilatların İcarət Komitəsini yaratdılar və Tiflisdə isə xüsusi Cənubi Qafqaz Komitəsi yaradıldı. İctimai Təşkilatların İcarət Komitəsinin haqqında məlumatlara baxaq. Şəhər əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarət olmasına baxmayaraq, rəhbərlik qeyri-Azərbaycanlıların əlində idi. İcarət Komitəsinin Azərbaycanlı şəhər təmsilçisi yalnız Məhəmməd Hacınski və Məhəmməd Əmin Rəsulzadə daxil edilmişdi. Aşağıdakı qərarlar qəbul edilmişdi. Bakıda sənaye rayonlarına 8 saatlıq iş yerinə keçirilməsi, sahibkarlar və fəhlələr arasında barışıq komissiyasının yaradılması idi. Fəhlə Deputatlar Sovetinə baxaq indi. Fevral inqilabından sonra 1917-ci il martın əvvəlində yaradılmışdı. Bu dövrdə rəhbərlik Daşnak erməni Stepan Şamyan idi. Milli mənafeyimizə zidd qurum idi. Tərkibində bolşeviklər, SR, menşeviklər, daşnaklar var idi. Qeyd. SR-lər sosialist inqilabçılar idi. Söz rus dilində sosialist inqilabçılar ifadəsində baş hərfinlə yaradılmışdı. Bakı Sovetinin sosial bazası əsasən 19-cu əsrin 2-ci yarısında Bakıda neft sənayesinin inkişaf nəticəsində bura köçmüş qeyri-Azərbaycanlılar təşkil edildi. 1917-ci martın əvvəlində Bakı Sovetində keçirilən ilk iclasında Azərbaycanın milli siyasi qüvvələri təmsil olunmurdu. Menşeviklər, bolşeviklər fərqli olaraq müvəqqəti hökumətin birinci Dünya müharibəsində davam etdirilməsinin qərarını dəstəkləyirlər. Bu dövrdə Bakıda fəaliyyət göstərən bütün sosialist partiyalar Azərbaycanın ictimai siyasi təşkilat və partiyaların prosesini tətbiq etməyə çalışırdılar. Müsəlmanların yerli özünü idarə etmə orqanları əhalinin sayına nisbətən onların əleyhinə idi. Bakı Sovetində keçirilən seçkilərdə isə yalnız 2 Azərbaycanlı bolşevik deputat seçildi. Bakı Ərzaq Komitəsi keçirilən seçkilərdə isə Azərbaycan milli siyasi qüvvələrin qazandığı qələbələr sosialistləri ciddi narahat etmişdi. Milli azadlıq hərəkatının yüksəlişinə baxaq. Fevral inqilabı nəticəsində Şimali Azərbaycanda milli azadlıq hərəkatının yeni mərhələsinin, yəni 3-cü mərhələyə daxil oldu. Mərhələləri bilirik, bizə əsasən lazım olan 1917-18-ci il milli hərəkatın 3-cü mərhələsi sayılır. Fevral inqilabından sonra Rusiyanın bir çox şəhərlərində olduğu üçün Bakı və Gəncədə yerli hakimiyyət orqanları, ictimai təşkilat və siyasi partiyaların ümumi birləşdirən milli şuralar və komitələr yaradılmağa başladı. Müsavat və digər partiyaların geniş fəaliyyətə başladı. Hətta yeni siyasi partiyalar da yaradıldı. 1917-ci ilin martının sonlarında Gəncədə Nəsib bəy Yusufbəyinin başçılığı ilə Türk Ədəbi Mərkəzi Partiyası yaradıldı. Türk Ədəbi Mərkəzi Partiyası Qeyrət Partiyasının proqramından çıxış edərək onun kimi Rusiya hüdudlarında federativ respublikanın yaradılması ideyasını təklif edildi. Mitinqlərdə yaşayan Azərbaycan müxtariyyəti şüarı irəli sürülürdü. Bununla da Azərbaycan məfhumu siyasi məna kəsb etməyə başlamışdı. Müsəlman xalqlarının dini zəmində bilik yaradılması tələb edən Müsəlmanlıq, yəni İttihat Partiyasında fərqli olaraq türkçülük mövqeyi də əsas götürülürdü burada. Rusiyadakı bütün türk xalqlarının birləşməsi, birlikdə hüquqları uğrunda mübarizə aparmaq vəsvəsədə irəli sürülmüşdü. Müsəlmanlıq Partiyası 1905-ci il Rusiya müsəlmanlarının Azərbaycana ziyarətə yaxınlaş etməsi ilə yaradılmışdı. Bu da xüsusi qeyddir. Türkçülük ideyalarının əsas prinsipial məsələlərini eyni proqrama çıxış etməsi 1917-ci ilin iyununda Türk Ədəbi Mərkəzi Partiyasının Müsavat Partiyası ilə birləşərək Türk Ədəbi Mərkəziyyət Müsavat Partiyası adlandı və Azərbaycanda aparıcı milli siyasi qüvvəyə çevrildi. Rusiyada fevral inqilabından sonra Şimali Azərbaycanın Milli Azadlıq Hərəkatı təşkilatı cəhətdən formalaşması və onun keyfiyyətcə yeni əsasın və siyasi proqramının tərtib edilməsinə gətirib çıxartdı. 1917-ci oktyabrın 25 və 31-də Müsavat Partiyasında keçirilən birinci qrup tayında yeni proqram qəbul olundu. Bunlar hansı idi? Rusiyanın demokratik federativ respublikaya prinsipinin əsasında qurulması, muxtar əyalətlərdə yerli əhalinin ana dilində rəsmi dil elan olunması, torpaqların əvəzsiz olaraq kəndlərə xüsusi mülkiyyətinə verilməsi və fəhlələr üçün 8 saatlıq iş rejimini təmin edilməsi əsas müddəaları sayılırdı. Bu dövrdə milli azadlıq hərəkatı məqsədi Rusiya daxilində özünü idarə etmə hüququ, yəni muxtariyyət əldə etmək idi. Məhəmməd Əmin Rəsulzadə çağırılacaq ümumi Rusiya Müəssislər Məclisinə Rusiya müsəlmanlarının əvəzi muxtariyyətini verməsi tələbini irəli sürdü və federativ əsaslarda Demokratik Rusiya Respublikası dövlət quruluşunun müsəlman xalqların mənafeyini ən yaxşı təmin edən forma kimi tanınırdı və bunu istəyirdi.
Rus müsəlmanları Moskva qurultayına baxaq 1917-ci mayında qurultayda Azərbaycan təmsilçiləri sayı ilə qətnamə qəbul edildi. Rusiya Federasiya Respublika elan olunsun. Rusiyadakı müsəlman xalqların ərazisi müxtəriyyəti verilsin. Qurultayın sonunda Məmməd Əmin Rəsulzadə milli ərazi müxtəriyyəti təklifi səs çoxluğu ilə qəbul edildi. Lakin Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda 1917-ci ilin sonlarından etibarən cərəyan edən hadisələrin təsiri ilə müstəqil Azərbaycanın yaradılması ideyası güclənməyə başladı. Rusiyada 1917 oktyabr çevrilişində Azərbaycan 1920 oktyabr 25-də Petrogradda Bolşeviklərin həyata keçirdiyi siyasi çevriliş nəticəsində Rusiyada müvəqqəti hökumət devrildi və Bolşeviklər hakimiyyəti qəsb edərək Sovet hakimiyyətini qurdular. Şimali Azərbaycanın milli təşkilatlarının Bolşeviklərin Petrograddakı hakimiyyətin ələ keçirməsinin ümumi rəğbət qarşılamasının səbəbi isə bunlar idi. Müvəqqəti hökumətin fəaliyyətinin xeyli narazı olması, Sovet hökumətinin ölkənin müharibədən çıxaracağına dair qərarı və kəndlərə torpağı verəcəyinə dair qərarı bu əsas səbəblərdən idi. Bolşeviklərin başda hökumət məqsədlərinə baxaq 1917 noyabrın 22-sində Bakı Sovetinin keçirilən iclasında Bolşeviklərin rəhbərliyi Bakıda Sovet hakimiyyətinin qurulduğunu elan etdilər və Bakı Sovetinin şəhərdə ali hakimiyyət orqanını elan etdilər. Bakıda Sovet hakimiyyətinin qurulmasından sonra şəhər Cənubi Qafqaz hökumətləri fəaliyyətinin dairəsindən kənara çıxdı. Bolşeviklər bütün Cənubi Qafqazı Sovet hakimiyyətini zorla bərqərar etmək niyyətindədirlər. Buna görə də Sovet rəhbərliyi Leninin Bolşeviklər bütün Cənubi Qafqazı Sovet hakimiyyətini zorla bərqərar etmək niyyətindədirlər. Buna görə də Sovet Rusiyasının rəhbəri Lenin erməni bolşeviklərinə olan Şamyanı Qafqazın fövqəladə komissarını təyin etmişdi. Bakı Sovetin Rusiyanın özünə əsas dayağı hesab edirdi. Bu dövrdə İTİK və Şəhər Duması mövzusu Bakı Sovetinin şəhərdəki tək hakimiyyətinə mane olurdu. Və 1917 noyabrın 2-sində İTİK ləğv olundu. Noyabrın 22-sində. Bundan sonra Bakı Sovetin yeganə rəqibi Vətəlxan Xoyskinin başçılıq etdiyi Bakı Şəhər Duması və Müsəlman Milli Şurası qaldı. Duma bütün şəhər təsərrüfatının rəhbəri edirdi. Bakı Soveti Şəhər Dumasının fəaliyyətini məhdudlaşdıraraq əhalinin ərzaq təchizatını, maliyyə, post, teleqraf üzərindəki nəzarətini ələ keçirdi. Bundan sonra Bakı Soveti şəhərdə real hakimiyyətə yiyələnmək üçün müsəlman əhalisi arasında böyük nüfuz qazanmış Müsavat Partiyasını öz yoluna kənarlaşdırmalı idi. Çünki bu partiya Bakı Sovetinin və Rusiya müəssisələr məclisinə keçirilən sessiyada bolşeviklərin zəif üstün olmuş, onların müsəlman əhalisi arasında sosial bazaların olmadığını göstərmiş idi. İndi diqqətlə sağ tərəfə baxsaq, bu Rusiya dövründə Şimali Azərbaycanlı, yəni Çar Rusiyası dövründə Şimali Azərbaycan ərazisidir və Bakı Sovetinin yarandığı ərazi əsasən yəni bu hissədir. Yəni bir sözlə belə deyək, Rusiyada monarxiya devriləndən sonra Leninin istəyi ilə ilk dəfə Bakı ayrılır oradan və daha sonra əsas niyyətində bütün Azərbaycan ərazisini, yəni bütün Azərbaycanı nə etmək, sovetləşdirmək idi əsas istəkləri və ilk mərhələdə bu baş vermir. Daha sonraki dərslərimizdə görəcəyik ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulacaq və daha sonra Sovet Rusiyası bu ərazini ən birinci Azərbaycan SSR edəcək, daha sonra isə öz ərazisinə birləşdirəcəkdir. Ümidvaram dərs sizin üçün maraqlı olar, vacib dərsdir, oxumaq lazımdır və Azərbaycan Xalq Cümhuriyyətinə giriş sayılır bu. Oldu, çox sağ olun, sizə uğurlar.